72 nömrəli məktəbin Bakı məsələsinin ən gözəl yerlərindən birində, əziz dostlar, Stalinka layihəli qanuni 3 otaqlı mənzilini satışa çıxır. Kim təmirsiz mənzil axtarırsa, yəni alıb özünü təmir edeyim, belə bir mənzil axtaran müştərilər üçün əla bir variant təşkil edəcəm dostlar. Stalinka qanuni 3 otaq, 3 mərtəbəli binanın 2-ci mərtəbəsi. Bakı qəsəbəsinin ən gözəl yerində dostlar. Mərtəbəsi də gözəldir. Dostlar, bu günləri sizin üçün Bakı qəsəbəsində Stalinka layihəli 3 otaqlı bir mənzili təqdim etməyə gəlmişik. Stalinka həvəskarları bu videomuzu axıra qədər izləsinlər. Mənzilimiz düzdür, təmirsizdir, amma qiyməti çox münasibdir. Yəni indiki bazar üçün çox münasib qiymətlə satışa çıxır. Bura mənzilin zalı, dəyərli izləyicilər. Hardasa belə deyim, 20 kvadrata yaxındır. Zalın daxilindən şöyle bir yataq otağınız var. Zalın daxilindən keçirsiniz. Ben buranı da göstər. Belə bir yataq otağınız var. Tavanın hündürlüğü dostlar gördüğünüz gibi 3 metreye yaxındır. Hardasa 3 metre. Otağın daxilində belə bir kladovkası da var. Pəncərəsi, əziz dostlar, öz məhəlləsinə baxır. Yerləşmə yeri Bakı qəsəbəsində çox gözəl yerdə yerləşir. Yerləşmə yerini göstərəcəm dostlar. Zalın daxilindən də eyvana çıxış var. Ben eyvanımızı da göstərək inşallah. Mənzilin qiyməti münasibdir dostlar. Qazı, işığı, suyu hamısı daimidir. Bura növbəti bir yataq otağımız. Skvaznoy mənzildir. 3 mərtəbəli binanın 2-ci mərtəbəsi. Belə bir yataq otağımız var. Mənzilin sənədləri də tam qaydasında dostlar. Bura mənzilin qapıdan giriş hissəsi. Operatorumuz göstərsin. Bura qapıdan giriş hissəsidir. Xol hissəmizdir. Burada sanuzel, sanitar qovşağımız. Qanuni 3 otaq dəyərli izləyicilərimiz. Bura mənzilin mətbəxtidir. Dostlar, 3 mərtəbəli binanın 2-ci mərtəbəsi Stalinka layihəli mənzil. Qiymət də indiki bazar üçün münasibdir. 2 otaqlı mənzilin qiymətinə qanuni 3 otaq, sənədlər tam qaydasında, evdə də yaşayış yoxdur. Alqı-satqı günü də mənzilin açarları ofisimiz tərəfdən alıcınıza təhvil veriləcək. Allah xeyir versin dəyərli izləyicilər. Qiymət 155.000 manat. Real alıcı olarsa qiymətdə razılaşma olacaq.